Tariximiz ərzində belə bir milli məclis olmamışdı. Qurbağalar gölü də adlana bilər. Qoyun, quzu deputat sözləri dəbdən, moddan düşdü artıq. Belə çirkabda quruldaşa belə bilmirlər. Bəzənirlər xanım döyür, bəzənmirlər ağa. Yuxarı tüpürürlər bığdı, aşağı tüpürürlər saqqal. Üzdə mələk, altda kələk. Bu qələmunlar belə cild dəyişirlər da bu cür yox. Bunlar isə özlərini kimsə sayırdılar, heçə endirildilər. Öləndə deputat kimi ölmək istəyən də vardı Milli Məclisin tərkibində. Bu məclisi babalarının yuvası, çaqqal yuvası eləmişdilər. Saat kimi qurulur, xoruz kimi banladılır, it kimi hürdürülür, çaqqal kimi ulatdırılırdılar. İndi isə dillərini iç orqanlarına dürtüblər. Girdikləri yerdən, yəni Ramiz Mehdiyevin arxasından çıxa bilmirlər. Ramiz Mehdiyevə yem olmuşdular, sonuzda poxa döndülər.